Beynəlxalq Beyrut Bədii İstehsal və Yayım Mərkəzi təqdim edir. Film Hicri 61-ci il Məhərrəm ayının Kərbəla vaqiəsində Əli İbni Əbu Talibin oğlu İmam Hüseynin şəhid olmasından sonra baş vermiş hadisələrdən danışır. Bu zaman imamın bacısı xanım Zeynəb və oğlu İmam Zeynal Abidinin onlara salam olsun, döyüşdə qətlə yetirilməmiş, Peyğəmbərin əhl-i beytindən olan qadın və uşaqlarla birlikdə əsir götürülmüş, müxtəlif əzav və təhqirlərə məruz qalaraq Küfədəki İbn Ziyadın sarayına, oradan da Dəməşqə, Yezdin sarayına gətirildilər. Bu filmin çəkilişinə Livan, Suriya, Misir və İrandakı tanınmış alimlər və İslam dini müəssisələri icazə vermişdir. Şəhadət edirəm ki, Allahdan başqa məbud yoxdur. O təkdir, heç bir şəriki yoxdur. Muhammed onun bəndəsi və rəsuludur. O, Allah dərgahından haqq işi üçün gəlib. Cənnət, cəhənnəm haqqdır. Qiyamət günü heç şübhəsiz ki, gələcək. Allah qəbirlərdə olanları yenidən dirildəcək. Mən nə təkəbbürlük, fəsad törətmək, zülm eləmək üçün deyil, yalnız cəddim Muhammed Rəsulallahın ümmətini islah eləmək üçün qiyam edirəm. İstəyirəm, yaxşı işlər görməyə dəvət edib, pis əməllərdən çəkindirir. Kərbəlada çaxan bir şimşək. Ata! Atacan! Ya Hüseyin! Baba Hüseyin! Ata! Bismillahirrahmanirrahim. Euzubillahimineşşeytanirracim. Dəməşq Yezidin sarayı. Salam olsun sənə ya Amir el-Müminin. Allah əmirin ömrünü uzun eləsin. Mən sənə İraqdan bir xəbər gətirmişəm. Hüseyin İbni Ali öldürüldü? Xeyr, lakin sizin Küfədəki valiniz Übeydullah İbn Ziyad onu Kərbalada möhkəm mühasirəyə alıb əmir. Bunu yaxşı eləyib. Qılıncların əldə eləyə bilmədiyini susuzluq əldə eləyər və onu qətlə yetirər. Dəməşq istərdi ki, Allahın Rəsulunun qızının oğlunu təhdid etdiyin kimi Bizansı da təhdid edəsən. Əmir əl-Müminin. Hind! Hakimiyyət məsələlərini müdaxilə eləməkdən əl çəkməyəcəksənmi? Sən mənə söz vermədinmi ki, Sursələm və Rumlu Sircon sənə əmrləri diktə etməyəcəklər? Hüseynin qətl edilməsi barəsində soruşmadığın təkcə meymunun qaldı. Heç kəs mənə işlərimi diktə eləmir! Gördüyün bir neçə saray əyanları ilə məsləhətləşməyim, Hüseyin və tərəfdarlarının beyyət eləməməsindən narahat olanların fikirlərini öyrənmək üçündür. Sən özünü Peyğəmbərin ailəsinə məhəbbət göstərməyən, Allah Rəsulunun Hüseyin haqqında hədisini unudanlara və onun babası yanında olan məqamını görmək istəməyənlərə qulaq asmağa borclu hesab eləyirsən.
Allah haqqı, sənin onun öldürülməsi ilə bağlı fikrin olmasaydı, Bizanslı şeytanın vəsvəsələrinə qulaq asmazdın və Hüseynin qətlini əmr etdiyin əlaltılarına məktublar göndərməzdin. Məsələ öz-özlüyündə daha da aydın oldu. Sən anladım. Yarasa görmürsən nurlu günəşi. Günəşin əskilməz bundan ateşi. Ey Küfə cəmaatı! Küfə, And olsun Allah'a! Sizdə qabaq öz peyğəmbərinin zürriyyətini öldürən heç bir qövm zuhur etməmişdi. And olsun Allah'a! Allah zalimleri, günahkarların ardınca giden hiçbir kavmi bağışlamaz. Ey Küfeli! Yalan sözler aldanmayın. Sarayların, kalaların görkemi sizi korkutmasın. Allah'a and olsun. Hüseyin'e karşı kılıç veya nize kaldırdınızsa Allah da sizden öz rahmetini uzak edecek. Size şiddetli bir bela gönderecek. Bismillahirrahmanirrahim. De ki, eğer siz evlerinizde olsaydınız belə, alınlarına alim yazılmış kəslər yenə çıxıb, əbədi yatacaqları yerlərə gedərdilər ki, Allah sizin ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları təmizləsin. Allah ürəklərdə olanları biləndir. Uca və böyük Allah doğru deyil. İmtihana hazırlaşın. Bilin ki, Allah Teala sizi qoruyacaq və sizi düşmənçilik şərrindən xilas edəcək. Əməllərinizin sonunu xeyirli edəcək. Düşməninizi çoxlu əzablara düçar edəcək. Bu bəlanın əvəzində sizə çoxlu neymət və kəramət verəcək. Heç şübhə eləməyin. Sizi Allah'a tapşırır. Rüqəyyə, Bebican Zeynep, atam hanı? Rüqəyyə. Əcəlimə doğru gedir. Bebican! Bebican! Can baba. Bebican! Allah sağlıklara versin. Bebican! olsun.
Hüseynsiz geldin. Bunu harda qoyub gəldin, necə tərk elədin? Hüseyn vay! Atam vay! Vay Hüseyin! Vay Hüseyin! Vay Hüseyin! Ah! Hüseynin ailesini gözden kaçırmayın. Tutun onları. Tutun. Kavli! Salam olsun sana ey Eba Abdullah. Ve senin uğrunda azad olan ruhlara. Ben yaşadıkça, gece ve gündüz oldukça benden sana salam olsun. Hüseyin vay! Ya Rabbim! Kömək ol! Kömək et! Bu kurban seni razı salarsa onu kabul et. İlahi kabul et bu kurbanı. Bizden bu kurbanı kabul et. Hüseyin var. Hüseyin. Ne istiyorsunuz bizden? El çekin! Allah hatırına! Sen Ali'nin kızı Zeynep'sin. Bəs bu kimdir? Ey Zilcəfşənin oğlu, nə istəyirsən? Hələ nifrət ehtirasını söndürməmsənmi? O Hüseynin oğlu Əlidir. O Hüseynin ki, çağırdınız, sonra xar etdiniz.
Mən güman edirdim ki, biz uşaqlar və qadınlardan başqamını öldürmüşük. Bu Hüseynin oğullarından biridir. Allah'ın qoruyub saxladığı kəsdi. Onu da öldürmək istəyirsənmi? Ne üçün o sağ qalıb? Düşünürəm ki, o döyüşdən qorxub gizlənib. Məhəmmədin nəvələri və əlinin evladları qorxaqlıq edib döyüşdən gizlənməyi adət etməyiblər. Qorxaqlar sultanın hesabından qorxan, amma aləmlərin Rəbbinin hesabını unudan kəslərdi. Vay sizin halınıza. Ey Əleynin evlatları. Görünür sizə bir tikan belə batmayıb. Siz heç taqətdən düşməmisiniz. Əgər sizə aman versəm, Allah məni öldürsün. Əl saxla Şimir. Sən əlilləri və xəstələri də öldürməyə cürət edirsən? Qoy onu öldürürəm. Qoy etsin. O zaman müsəlmanlar biləcəklər ki, Yezid əskər toplayıb, ordu yığıb bir qadının üzərinə hücum çəkib. O qadının təqsiri budur ki, Məhəmmədin nəvəsidir. Yezid özünü möminlərin əmiri hesab edir. Qoy etsin. Sənin kimisi Allahın Rəsulunun nəvəsini qətl etməkdən çəkinməyib. Qardaşını şər qılıncları ilə kəsilmiş gördükdə ölümdən qorxmayan bir qadın sənin qarşında necə sakit qala bilər? Biz Allah'ın bəndələriyik və ona tərəf qayıdacağıq. Səbredin. Həqiqətən Allah səbredənlərlədir. Xoş xəbər var. Ey əmir, qələbə xəbərini gətirmişəm. Qələbə çaldın. Ağamız Yezdin əmrini yerinə yetirən Küfədəki əlaltılarından ən yaxşısı Übeydullah ibn Ziyaddır. Hüseyin öldürüldü. Vallahi onu demək istəmədim ki, səni qabaqlayım. Bəli, Hüseyin öldürüldü. Hüseyin öldürüldü. Vallahi bu əmirə çatdırılan xəbərlərin ən yaxşısıdır. Buna görə sənə hədiyyə düşür. Al. Hüseyin öldürüldü. Qavli. Ömrünüzü gözləyirəm. Özündə bir dəstə əskər götür. Hüseynin başını götür və Nəxiləyə Mövlanı İbn Ziyadın sarayına apar. Onun Küfəyə qayıtdığını gördükdə heç bir şey bildirmədən onun ardınca get. O Hüseynin başını görmək üçün istəkdən alışıb yanır. Bacıcan, Allahın etkisinə səbirlə döz. Və bil ki, yeryüzünün sakinləri ölürdür. Allah'tan başqa hər şey ölübə məhkumdur. O, məxluqatı öz qüdrəti ilə yaratdı. Onu yenidən dirildər və qaytarar. O, yeganədir. Bacıcan, sənə and veririm. Andımı yerinə yetir. Əgər mən ölərəmsə, ah-nalə çəkir, ağlama. Allah'ım, qurbanı bizdən qəbul elə. Bunu Allah Teala bizim başımıza getirmedi. Allah bunları bilir. Allah'ım. Biz senden insanların, senin Resulüne olan məhəbbətini diləyirik. Ey ağamız,
ey Mevlamız Əbəbdullah, sənə və sənin uğrunda ölərək azad olmuş ruhlara məndən salam olsun. Məndən sənə Allahın salamı olsun. Ne kadar ki mən varam və gece gündüz vardır. Allah'tan istəyirəm ki, sənin bu ziyaretini benim için son ziyaret karar vermesin. Küfe, İbn Ziyad'ın sarayı. Hüseyin'in başı. Böyle ağam. Hüseyin'in başı. Ailen gelip çıktı ya Hüseyin. Küfeller senin aileni esir aldılar. Hamı korku, keder içindedir. Cemaat öz ehli beytin esir gözüyle bakır. Ey Hüseyin. Hatta Peygamberimizle kohumlukları da onların kömeğine çatmır. Aman Allah! Hüseyin! Allah, sen karşılama beni. Can Hüseyin! Ey benim azizim. Buydu mu Hüseyin'in sizin için istediği? Siz babanızın şehrinde emin amanlıkta yaşıyordunuz.
Sizi bize getiren ne oldu? Korkak insanların bir neçə mektubu. Allah'a hamdolsun tabi olsaydı sülh şəraitində yaşayardı. Eğer Hüseyin öz evinde kalıp kasıbları yedizdirip, yoksullara sığınacak verip, sabablarını kazansaydı, insanlar için fetvalar verseydi, sonra cennete daxil olardı. Lakin Ali'nin kızı Zeynep. Eşitmişəm ki, atan çırağı söndürərdi ki, senin kölgəni heç kəs görməsin. Elə değil mi? Allah hamd olsun ki, o sizi biabır etdi ve qətlə yetirdi. Əksinə, Allaha həmd olsun ki, bizi Peyğəmbər Mühəmməd əleyhissalamla kərəm sahibi etdi. Bizdən çirkinliyi yox etdi və bizi pak etdi. Heç şübhəsiz ki, fasiqlər biabır olar və günahkarlar yalan danışar ki, onlar da bizdən deyirlər. Gördün, Allah kardeşinin ve Əhl-i Beytin başına neler getirdi? Mən yalnız gözəllik gördüm. Gözəllik? Öz alənin qətlini görmək gözəldirmi? Onlar Allahın kitabında ölüm yazılmış qövmüdür ki, əbədi yatacaqları yerlərə getdilər. Allah səndən onları bir yerdə toplayar və sizi qarşılaşdırar. O zaman görərsən ey İbn Mərcanə, həmin gün qələbə kimin olacaq? Həmd olsun Allaha ki, mənə zülmkar Hüseyni, onun qiyamçılarını, dönüklərini öldürmək qismət etdi. Əgər sənin gözün Hüseynin qətli ilə doydusa, Rəsulullahın gözü onu görməklə rahatlıq tapardı. Onu öpərdi, onu və qardaşını kürəyinə mindirərdi, əzizləyərdi. Sabah bunlara görə cavab verməyə hazır ol. Əlinin övladlarının dilini kəsmək ədalətli olardı. Allahın razılığını qazanmaq ardınca gedən şəxs Allahın qəzəbinə düçar ola bilərmi? Onun yeri cəhənnəmdir. Sən kimsən? Vay halına. Əmirə cavab vermirsən? Əlidir. Əli ibn Hüseyin. Allah Əlini öldürmədi mi? Qardaşım Əlini də siz öldürdünüz. Qiyamət günü onun səndən intiqamı alınar. Vay halına! Səndə elə bir cürət qalıb, mənə cavab verirsən. Şəmər! Var bunun boynuna! Ebn Ziyad, tökdüyün qanımız sənə bəs deyilmi? Böyüyümü, ailəmi öldürdün, qol budağımı kəstin. Bu sənin qısasındısa, onu da aldın. Öz ümmətindən qısas alan kəs mənim nifrətimi qazanar. Məni də ondan öldür, öldür! Ey əmir, ey əmir. Əmir, ona dəymə, dəymə. Onu öldürəcəyəm, bu işdə qətiyəm. Bu bəlanı yox edəcəyəm. Onu bu sonluğa çatdıracağım. Onu xəstəlik öldürür. Bu sənə kifayətdir. Xəstəlik? Xəstəlik sənin üçün ölümdən daha dəhşətli əzabdır. Xəstələnərkən məni sağaldan Allah olacaq. Onları zindana salın!
Xoş xəbər! Xoş xəbər! Xoş xəbər var ağam! Hüseyin öldürüldü. Bu İbn Ziyadın sizə göndərdiyi məktubdur ağam. Onları gönderirik. Ara. Dəməşqə. Dəməşqə. Bu xəlifənin əmridir. Əmr etdi ki, onları onun yanına göndərək. Lakin ey əmir, Əli İbni Əbu Talibin Dəməşqə gedərkən keçməli olduğumuz çoxlu kəndlərdə tərəfdarları var. Onun övladlarını həm əsir, həm də qətlə yetirilmişləri apardığımız halda biz təhlükə ilə üzləşə bilərik. Sənə istədiyin qədər əskər verəcəyəm. Heç kəs sənə təhlükə yaratmaz. Görürəm Kəsranın sınmış eyvanına baxırsan Əlinin qızı. Babam Peyğəmbər doğulanda Kəsranın eyvanı sınmadı mı? Əlbəttə, əlbəttə. Bəs Peyğəmbərin qəlbi indi necədir? Oğlunun başı bədənindən ayrılıb, ailəsi də əsirdir. Zilcövşənin oğlu, nahaq danışırsan. Zülmədənlər hansı dönüşə dönəcəklərini mütləq biləcəklər. Onların başları nizələrin üstündə qalmamalıdır. Sandıqlara qoymaq lazımdır. İstəyirsən bizim də başımızı onların yanına qoysunlar. Qorxuruq ki, əlinin adamları olan yerlərə daxil olaq.
sonra Hüseyin İbni Ali'nin yanında olacaqsan. Bax, o itə yaxşı-yaxşı bax. O acından qıvrılır, gör necə də səbirsizliklə öz dadlı yeməyini gözləyir. Onun köpək dişləri, bərk sümükləri belə saxlamır. O ki qaldı hindin incə, yorğun sümüklərinə. Bu azğın itin yanına atılmağın səni təəccübləndirir? Gör necə də hazırdır sənin qanını içib sümüklərinlə oynamağa. Mən istəyirəm ki, o səni parçalayıb qanına qəltan eləsin, qanını damarlarından axıtsın və səni parça-parça eləsin. Bırak iti onun üstüne. Əmir, oğluna yazığın gəlsin. Oğluma? Oğlunun dünyaya gəlməyini gözləmirsən? Yani Hind. Bəli. Hüseyni onu görə öldürdülər ki, həqiqəti üzə çıxaranları, şəriətə uyğun danışanları, harama haram bilənləri, halala halal Lima bilənləri, şəhəri, naxələflərə İraq. itaət eləməyənləri, düz danışanları, onlara bəyyət eləməkdən uzaq olanları zəlil eləsinlər. Peyğəmbər nəvəsinin başı kəsilir. Ya bu zəlilliyi, bu barışığı qəbul eləyək, ya da ki, döyüşə, səbr eləməyə və intiqam almağa hazır olmalıyıq. Hamını birliyə səsləyirəm. Allahu Ekber! Gecəyə qədər buradan çıxmaq lazımdır. Tez olun. Yox, mən buna razı ola bilmərəm. Əmir, o səndən əsirləri qaytarmağından başqa bir şey istəmir ki. Bunda nə pis iş var? Sən artıq Hüseyni öldürdün, ondan intiqamını aldın. Qoy məndən başqa şey istəsin, bəlkə razı oldum. Amma buna razı deyil. Üzr istəyirəm əmir. Nə xəbərlə gəlmisən Qövs? Yanınıza şikayət etmək üçün adamlar gəlib. Nə istəyirlər? Bizansı işğal eləyim? Yox əmir. Deyirlər ki, Bizanslılar müsəlmanlara hücum edib, onların var dövlətini talan eləyiblər, evlərinə yandırıblar. Bizdən kömək istəyirlər. Bizanslını göndər görsün nə istəyirlər. Qoy o həll eləsin onların məsələsini. Lakin əmir. Qövs, nə deyirəm onu da elə.
15 nəfərlə gedib onların yolunu kəsin. Mənsə çalışarım ki, onlar heç yana getməsinlər, eşitdiniz məni? Tez eləyin, tez olun, tez olun! Qaytarın bize peygamberin ehli beytini. Siz kimsiz? Biz Allah'tan başka Allah yoktu. Muhammed onun Resuludur. Hüseyin ise Allah yolunda yaranmışların en lanetlisi tarafından şehit olup diyenlerik. Bizimle dövüşmeye sizi ne vadar eleyip? Andolsun Allah Hüseyin'in intikamını almaktan ve sizin kanınızı tökmeyle Allah'a yakınlaşmaktan aziz. Bizim için hayatta hiç ne olabilmez. Allahu Ekber! Əmirlə danışdım, artıq sənin tələbindən razı olub. Doğrudan? Əlbəttə. Qorxuram hiylə işlələr, dediyini əməl eləməz. Yox, nə danışırsan? Əmir heç vaxt belə iş tutmaz. Özü sənə vədə verdi ki, onları Mədinəyə qaytaracaq, hə? Elədir. Artıq əsirlərin arxasınca düşənlərə xəbər göndərib ki, onları öz baba yurdlarına hörmətlə qaytarsınlar. Əminəm ki, o fikrini dəyişməyəcək. Hə, Hind. Narahat olma, artıq körpəni qəm-qüssədən azad edə bilərsən. Allahu Ekber. Eşhedü en la ilahe illallah. Vahdehu la şerike leh. وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وآل محمد السلام عليك أيها النبي ورحمة الله وبركاته. Benim əskerimi öldüren cezalanmalıdır. Dayan Şimir. Bizi öldürmək İbn Ziyada tapşırılsaydı çoxdan öldürmüşdü. O səndən də alçaq, səndən də şərəfsizdir. Qız xəstə qardaşını müdafiə etmək üçün onu öldürüb. Məni öldür. O öldürməyib. Mən özüm öldürmüşəm, öldürürsənsə məni öldür, ona dəymə. Bu əhl-i beytin fədakarlığına təəccüb edirəm. Əgər biz onların nazı ilə oynasaq, hələ çox əskərimizi öldürəcəklər, bunu bil. Əskərlərinin bəlasını bizdən uzaq elə, İbn Zilcəfşən. Onsuz da özünüzə bəla qazanmışsınız. Biz isə savab qazanmışıq. Hüseynin qəbrinə məndən salam deyərsən.
İblislər. Əli bağlı qız qaçıb xilas oldu. Təcür! Bir neçə atlı ilə get. Hava qaralmamış, gətirin onu bura. Zənn etmirəm ki, o çox uzağa getsin, tez ol! Ana, nə baş verir? Bacım Səkinə hanı? Ağır olsun şərəfsizlərə, ağır olsun. Allah qəhr etsin bu səfəri. Bunları xəlifəyə çatdırmaqdansa 2 dağı çiynimdə daşısaydım daha asan olardı. Qorxma möhtərəm xanım. İlahi, sən özün Səkinəni qoru. Lütfünü ondan əsirgəmə. O sənin yatmayan gözlərindədir. El çatmaz mühafizəndədir. İlahi, onu bütün pisliklərdən qoru. Həqiqətən də sən duaları qəbul edənsən. Gözlərimə inanmıram. Hüseynin qızı 3 əskərimi öldürüb. Ola bilməz. Kim məni inandıra bilər? Kim eləyə bilər bunu? Vay olsun sizə ey Hüseynin ailəsi. Artıq kimin kim olduğunun vaxtı çatıb, tədarük görün, hazırlaşın ölməyə. Artıq İbn Ziyadın və Yezidin qisası belə məni maraqlandırmır. Hazırlaşın ölməyə Məhəmmədin Əli beyti. İlahi, əgər öldürürsək, bizi sənin yanında şəhidlərdən hesab elə. Özünə gəl ey Zilcoşən. Əgər onları öldürsən, xəlifə Yezidin mükafatı əlimizdən çıxar. Bəlkə başımızı da itirərik. Bu Səkinədir. Hüseynin qızı Səkinə. Əgər əsirləri Yezidin yanına aparsalar işimiz bitdi. Onları incidib alçaldacaqlar. Ondan sonra Allah sizin heç birinizin günahını bağışlamayacaq. Mosul şəhəri. Allah heç bir möminin günahından keçməz o vaxta kimi ki, mömin öz günahının kəffarəsini ödəsin.
Deyəsən bunlar Mosul valisinin təzə can güdənlərdir. Nəysə əmr eləyib öz əskərlərinə. Kimsə bizi satıb? Necə? Deyə bilmərəm kimin işidir. O həbs axtarmağa vaxtımız yoxdur. Bunlar bizi öldürməzdən əvvəl gedək Hüseynin ailəsini xilas edək. Tələsməliyik. Səkinə, tələs, gedək bizimlə. Siz kimsiz? Nə olub? Deyəsən valinin bizdən xəbəri var. Onun can güdənləri hər tərəfi bürüyüb. Tələsin, tez olun. Senin gönderdiğin adam gelip çattı. Bəs sen niye geldin vali? Bu atlıları sənə verirəm. Daxil olanda ehtiyatlı ol. İstəmirik sakinlərlə sizə görə müharibə eləyək. Sizdən əvvəl Hüseynin ailəsini xilas eləmək üçün gəlişinizi gözləyənlərin demək olar ki, bəzilərini öldürmüşük. Görəsən Səkinə indi hardadır? Vallah bilmirəm. Lakin onu bilirəm ki, Allah möminləri xilas etmək üçün ağıla belə gəlməyən yol göstərir. Necə bilirsən? Mədinəyə qayıda bilər. Zənn edirəm onun bizdən uzaqlaşmağa qüvvəsi çatmaz. Görəsən Mosula çatmağa kim ona kömək eləyib? Bibi, yenidən bacımın səsini eşidə biləcəyəm. İnşallah. Sən özün onu görə biləcəksən. And olsun Allah'a. Bir olan Allah'ın yanında. Hələb şəhəri. Allah'ın və Peyğəmbərimizin əhdinə xilaf çıxaraq Peyğəmbərimizin əhl-i beytini fərq edən, ciyərləri parçalayan, ürəklərdə iz qoyan, aləmə fitnə fəsad salan, qəlbləri yaralayan, insandan böyük günahkar ola bilməz. Zülmətin işıqdan üz döndərdiyi kimi, onlar da İslamdan üz döndərdilər. Günahkar və fasıq olduqlarını açıq-aşkar bildirirlər. Ey Hələbin ağsaqqalları, ey Hələbin şərəfli cavanları, əgər siz Peyğəmbərin reyhanının yolunda döyüşməsəz, İbn Ziyadın və Yezidin qılıncı sizə toxunmasa, onda siz onlardan heç bir əcr və savab qazana bilməyəcəksiniz. Peyğəmbərin düşmənləri ilə müharibə etməyi sevin. Allah sizi hesab veriləcəyi gün mükafatlandıracaq. Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Qum dənələrinin daş parçalarının sayı qədər həmd olsun Allaha. Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Təkdir, şəriki yoxdur. Muhammed də onun rəsuludur. Fərat çayının sahilində düşmənlərə qarşı müharibədə övladlarının başları kəsilən, onlar xoş xasiyyətli, yerləri məlum olan, məzhəbləri məşhur olan insanlardır. Allah yanında tutduqları məqama görə ona həmd və sənalar deyiblər. Müsəlmanlara ən gözəl örnək idilər. Bu dünyada zahidlərin zahidi, ahirəti
Allah yolunda cihad etdilər. Allah da onları şəhidlərdən seçdi. Ey müsəlmanlar, ey möminlər, bildiniz kimlər bizimlə vuruşdular və hansı ayaqlar bizi tapdalayırdı. Zənn eləyirəm ki, siz bunları daha yaxşı bilirsiniz. Onların ürəkləri daşa döndü. Bizə qarşı qəzəbləri şiddətləndi. Allah da onların ürəklərini, qulaqlarını, gözlərini möhürlədi. Şeytan da onların əməllərini onların gözündə gözəlləşdirdi. Onlar heç zaman hidayət olmayacaqlar. Ey müsəlmanlar, ey möminlər, baxın Peyğəmbərin qızlarına. Onlar Allahın qəzəbinə düçar olanların əli ilə daşqalaq olunublar. Onlar körpələrə, üz-gözü parça-parça olmuş uşaq və qadınlara əziyyət verdirirdilər. Onlarla birlikdə imama da işgəncə verirdilər. Peyğəmbər qızı nə kömək eləyim? Nə olub ona? Nə olacaq? Yezidin Əhl-i Beyt üçün istədiyi. Vallah bu iş mənim əlimdə olsaydı sizi azad eləyərdim. Bizim halımıza təəssüf edib zalimlara yardım edirsiniz. Onlar da bildikləri kimi hərəkət edirlər. Allah sizi haqq yolunda hidayət etsin. Ey Peyğəmbər oğlu, niyə bu ordu ilə danışıb onları bu işlərdən çəkindirmirsiniz? Allah heç bir qövmdə dəyişiklik etməz, o vaxta qədər ki, onlar özləri dəyişmək istəsinlər. Əgər uşağa yaxşılıq eləmək istəyirsənsə, bizə biraz su gətir, onun istiliyini aşağı salaq. Xahiş edirəm, bizə təmiz su gətir, o sərxoşların əli dəyməsin. Hey! Bura gel. Elindeki nedir? Su aparıram. Su? Kime aparırsan? Onlara. Uşaqlardan birinin qızdırması var, onun üçün aparıram. Uşaq üçün aparıram. Göster görüm. Utanmırsan, qabı yarımçıq aparırsan, ha? Əlavə eləyim? Yox, mən əlavə eləyərəm. Yaxın gəl. İndi apar. Ver onlara. Tez al. Elləri niyə əsir? Apar onlara. Qoy xəstələrini sağalsınlar. Tez ol. Tez ol. Özünü qınama. Biz sənə etimad etdik. Sən də özünü doğrultdun.
Leys. Salam aleyküm Əbləsvat Vəli. Aleykümselam və rəhmətullah Leys. Buyurmursan içəri? Qonaq gəlməmişəm. Gəlmişəm ki, bacarsan mənə kömək eləyəsən. Kömək? Kimin üçün kömək? Əbu Əbdullah Hüseynə kömək üçün. Hey, kaş. Onunla qələbəni uduzduq. Onun yolunu azdıq. Biz nə etdiyimizi bilmirik. Biz onun fasiqləri tərəfindən başı kəsiləndən sonra onun məqsədini bildik. Əgər Hüseyn qayıtsa və səndən tələb eləsə ki, onun ailəsini qoruyasan, qəbul edərsən Əbləsvat? Nə olub Leys? De mənə. Hazırlaşın. Allah sizə kömək olsun. Dinə nankör baxanlara, müsəlmanların qanını halal bilənlərə, özünə Peyğəmbərin əhl-i beytini əsir tutmağı qürur bilənlərə, Allaha qarşı üsyan edənlərə müharibə edin. Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Allahın adıyla Allahın yolunda Peyğəmbərin dinində qiyamət gününə qədər onun yolu ilə gedənlər naminə ardımca gəlin. Kalbim mi? Siz kimsiniz? Ne istiyorsunuz? Azad elə əsirləri. Vay olsun sizə. İnsaf etmeyip Yezid'in qorxduğu İmam Hüseyin'i öldürdünüz. Bəs qadınlara, körpələrə, günahsız cemaata ehtiyacınız nədir? Əmr elə əsirləri azad eləsinlər, yoxsa başını kəsərəm. Allahu Ekber! Əsirləri bırakın, eşilirsiniz? Səkinə. Tez ol gedək. Həmd olsun Allaha ki, o hökümdarların günahlarına görə onlar özünə qul, Hələb şəhəri. qulları isə itayətlərinə görə hökümdar qərar verdi. Vallahi, eğer danışmasan, sen öz etinin gözünün qabağında biçdiyini görəcəksən. Tez oldu. De görüm onları hara apardılar.
And olsun Allah'a. Onların harda olduqlarını bilseydim. Sən məni tikə doğrasaydın da sənə deməzdim. Gözünüz aydın vali. Hardadılar? Düvəl qəbiləsinə tərəf gedirlər. Görərik Əbüləsvət düvəli. Bizə kömək etməyini bildirib, bizimlə düşmənçilik eləyirsən? Vallahi mən səni başqa qəbilələrin başçılarına ibrət göstərəcəm. Qanınızı qoruyun. Verin bizə Hüseynin ailəsini, aparıb xəlifəyə təslim edək. Nə qədər alnımızda tər varsa onlara toxuna bilməyəcəksiniz. Ya qaydın, ya qalib gələcəyik. Ya da ki onlardan əvvəl ölüb, onlardan sonra bu həyata təəssüf edəcəyik. Onları bırakmaq istəmirsən Durra? Biz ki sizə əminəmanlıq vermişik. Yanındakilərin artıq bizim neçə döyüşümüzdən xəbərləri var. Allaha tövbə eləyib geriyə qayıtmalısan vali. İmkan ver Hüseynin ailəsini baba yurduna qaytaraq. Bəlkə Allah günahından keçdi. Əgər sizə aman versəm, Allah məni öldürsün. Yaxşı, hazır olun döyüşməyə. Oxların, qılıncların dadına baxmağa. Dürrə, əziz atanı xilas etmirsən? Yox! Peyğəmbərin qızlarını tərk eləmə. Qızım, eşit məni. Yaxşı pisdən seçilənə qədər siz çəkdiyinizi dünyanın ən mömin bəndələri belə çəkə bilməz. Döyüş onlarla qızım. Döyüş onlarla. Çünki bunlar Nuhun qövmü kimidir. Hər dəfə onları dəvət edəndə ki, gəlin, Allah sizi bağışlasın, parmaqlarını qulaqlarına tıxadılar. Və o şəxs ki, Allaha üsyan etdi, gecikmədən onun arxasınca getdilər. Döyüş onlarla, döyüş onlarla qızım. İndi baxarıq, qoca kaftar, görək indi kimdir xəbis. Ata! 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 Apar onu. Daha ona ehtiyacımız yoxdur. Allah sizə əcr versin. İcazə verin biz də döyüşək. Biz düşündüyünüzdən də şücaətliyik. Biz öz ailəmizi qorumağa qadirik.
Gökyüzü, yeri göğü yaradan Allah'ındır. Ümidimiz onadır, pənahımız onadır. Hims şəhəri. Biz çox uzaq yol gəlmişik. Dedik ki, biraz sizin diyarda dincələk. Bura Allahın diyarıdır. Bəs siz kimsiz? Biz müsəlmanların xəlifəsi Yezidin qoşunlarıyıq. Deyəsən bunu deməyə ixtiyarınız yoxdur. Bizdə xəlifənin əmanəti var. Qorxuruq ki, düşmən toruna düşək, o əmanəti bizdən alsınlar. O niyə elə elədi? Bu sədəqədir. Bu Allahın neymətidir. Siz də onun qonağısınız. İcazə verirsən. Buyurun. Bismillahirrahmanirrahim. İlahi, mənə göndərdiyin nemətlərin müqabilində mən yenə də fəqirəm. Bu nə aradı gətirmirsən mənə? Əgər sənin baban peyğəmbərdirsə, şəriəti haqq şəriətdirsə, onda niyə Allah sizin dualarınızı qəbul edib ölümdən, əsirlikdən xilas etmir? Axı deyirsiniz peyğəmbər nəvəsisiz. Məryəm oğlu İsa peyğəmbər deyildimi? Allah ona şəriət verib onu mübarək qərar vermədimi? Bəs niyə deyirsiniz ki, onu çarmıxa çəkiblər? Bəs niyə Bitros, Yuhanna və başqaları öldürürdülər? Axı onlar da öz millətinin arasında saf bəndələrdən idilər.
Əgər bir müsəlman başqa bir müsəlmana zülm eləyərsə, onu nə gözləyir? Zalimin yaxşı əməllərindən məzluma veriləcək. Əgər zalimin yaxşı əməli olmasa, o zaman məzlumun pis əməli zalıma veriləcək. Eşitmişəm ki, sən həmişə zahidlikdən danışırsan. Nədir zahidlik? Zahidliyin ən yüksək dərəcəsi təqvanın ən aşağı dərəcəsidir. Və təqvanın ən yüksək dərəcəsi yəqinin ən aşağı dərəcəsidir. Yəqinin ən yüksək dərəcəsi Allahın rizasının ən aşağı dərəcəsidir. Həqiqətən də zahidlik Allahın kitabında belədir. İtirdiklərinizi təəssüf etməyin və sizə verdiklərimizə sevinməyin. Bilmək istəyirəm, sizdə ən gözəl əməl nə sayılır? Allahın yanında ən gözəl sayılan əməllər. Allah və Peyğəmbəri tanımaqdan gözəl əməl yoxdur. Onları inkar eləməkdən də pis əməl yoxdur. Bunun çox yolu var. Həmçinin Allaha üsyan etməyin də çox yolu var. Allaha ilk üsyan olunan şey təkəbbürdür. Hansı ki, o üsyan iblisin üsyanı idi. Allahın əmrini inkar etdiyi zaman, onun üçün də kafirlərdən oldu. İkincisi isə həsəd aparmaq. Hansı ki, ilk dəfə bunu insan edib. Öz qardaşını həsəd apararaq onu öldürüb. Bundan sonra günahlar bir neçə yerə bölünüb. Qadınları sevmək, dünyanı sevmək, hakimiyyəti sevmək, rahatlığı sevmək, kəlamı sevmək, ucalığı sevmək və sərvəti sevmək. Bununla da 7 hisslə doldu. Bunları biləndən sonra peyğəmbərlər və alimlər buyurublar: dünyanı sevmək bütün xətaların başıdır. Əli ibn Hüseynin dediklərinə inandın? Bəlkə Allah bizi yalanı doğrudan ayırmaq üçün imtihan edir. Ondan söhbət elədin. Nə dedi o sənə? Ömrü zülmlə, əzablarla üzləşən insan nə deyə bilər axı? Atasını öldürüblər, yaxınlarını öldürüblər. Sonra isə başlarını kəsib sandığa qoyublar, buna baxmayaraq Allah nə həmd eləyir. İlahi sənə, yalnız sənə üz tuturam. Tək səndən qorxuram. İmdad dilirəm. Sənə dua edirəm. Çalış ki, bundan onun gözlərini silməyə davam elə. Allahın izni ilə sağalar. Mən də Allaha dua eləyəcəm. Sağalacağım bibi. Sağalacağım. İnşallah Ruqayyə. İnşallah. Bəlbək şəhəri, divan. Havla! 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 Havla!
Dəməşq şəhəri, Suriya. Allahu Ekber, Allahu Ekber. Şükür olsun Allah'a ki sizleri öldürüp halife için yol açtı. Ey şeyx, heç Quran oxumusan? Sizin Kur'an'la ne alakanız var? Öz yaxınlarıma yaxşılıq etməyinizdən başqa sizdən heç nə istəmirəm. Ayəsini oxumusan? Bunu okumuşam. Onun yaxınları bizik. Quranda siz ey əhl-i beyt, Allah sizdən çirkinliyi yox etmək və sizi pak etmək istəyir ayəsini oxumusan? Bunu da okumuşam. Allahın Quranda dediyi əhl-i beyt bizik. Vay olsun mənə, vay olsun mənə. Onlar siz. And olsun Allaha və babam Peyğəmbərin haqqına. Bizi əhl-i beyt. Peygamber sizin babanızdır. İlahi, peygamberin düşmanlarından sana pena yaparım. İlahi, sana pena yaparım. Üsyan eləməyinin cavabını aldın Hüseyin. İnanmıram ki, həqiqətən də Əbu Əbdullah Hüseyin bu yaşa gəlib çatıb. Hüseyin'in başıyla oynayırsan, and olsun Allah'a ki o əsa onun sinəsindən qüvvət alıb. Peygamber de həmişə onun sinəsindən öperdi. Ama sen Yezid kıyamet günü gələndə senin şəfaətçin İbn Ziyad olacak. Onların şəfaətçisi Peygamberimiz olacak. Ağır olsun sana Yezid. Ağır olsun sana Yezid. Ağır olsun sana Yezid. Ağır olsun. Ya Ali, atan özü qohumluğu pozub, haqqımı tapdaladı. Məndən hökümranlıq üstündə savaşdı. Gördün Allah ona neynədi? Yerdə və özünüzdə elə bir hadisə yoxdur ki, sizi yoxdan xəlq elədiyimizdən əvvəl kitabda olmasın. Həqiqətən də bu Allah üçün asandır. Allahın sizə verdiklərinə sevinməyəsiz. İtirdiklərinizə təəssüflənməyəsiz. Allah bütün təkəbbürlüləri və fəxr edənləri sevməz. Hansı müsibətə düçar olsanız, özünüz onu qazanırsınız. Bu ayə məzlumlara deyil, zalimlara aiddir. Kaş mənim Bədirdə öldürülmüş ağsaqqallarım görəydilər Xəzrəclərin qamış nəsvəsindən qorxmalarını. Onda onlar fərəhlənib şadlıq eləyərdilər. Sonra deyərdilər, ey Yezid, əlin var olsun. Biz onların böyüklərinin başlarını öldürdük. Bununla biz Bədirdəkinin əvəzini çıxdıq və bərabərlik oldu. Bəni Haşim hakimiyyətdə oynadı. Bəni Haşim hakimiyyətdə oynadı. Nə bir xəbər gəlmişdi, nə də bir vəhy nazil olmuşdu. Nə bir xəbər gəlmişdi, nə də bir vəhy nazil olmuşdu. Sonra da mərhəmət istəyib Hüseynin ölməyini istəmirsiniz.
Həmzənin ciyərini yiyənin nəvəsindən necə mərhəmət istəmək olar? Necə mərhəmət istəmək olar o insandan ki, onun sümüyü şəhidlərin qanını içməklə bərkiyib, bizə əhl-i beytə olan kin-küdurətini gizlədə bilərmi? Bizə qəzəblə, düşmənçiliklə baxar. Sonra arsızcasına deyər, kaş dədə babalarım burada olub, mənlə fərəhlənərdilər, sevinərdilər. Sonra deyərlər ki, eşq olsun sənə Yezid, sən cənnət cavanlarının ağası olan Əbu Əbdullahın qarşısında əyiləcəksən. Öz çəliyinlə andını pozacaqsan. Allah yanında səndən pis, səndən günahkar adam yoxdur, yoxdur. Bədrin yarasını Kərbəla yarası ilə əvəz elədik. Peyğəmbərin nəslini, Əbdülmütəllibin ailəsindən olan yer ulduzlarının qanını axıtmaqla o yaranı qopardın. Həmd olsun Allaha Yezid. Qayıdacaq cismin onların yanına. Onda arzulayacaqsan ki, kaş lal, kaş kör olaydım, bugünü görməyəydim. And olsun Allaha, Allah hamımızı cəm edəcək. Demək istədiyini deyə bilməyəcəksən, etmək istədiyini edə bilməyəcəksən. Sus, Allah dərini qoparsın, necə ki qardaşının dərisini qopardı. Sən özlərindən başqa heç nə qoparmadın, öz ətindən başqa heç nə kəsmədin. Bizim qanımızı tökməklə, ehtiramımızı alçaltmaqla Peyğəmbərin yanında sorğu-sual olunacaqsan. O zaman Allah hamımızı cəm edəcək, bizi mükafatlandıracaq, haqqımızı düşmənlərimizdən alacaq. Allah yolunda şəhid olanları ölənlərdən hesab etməyin, onlar sağdılar. Allahın dərgahında öz ruzilərini alırlar. Aramızda olan qılınc hakimiyyəti bizə kifayətdir. Artıq aramızdakı sülh pozuldu. Bizi isə Allahın hökmü, Peyğəmbərin dini, Cəbrailin vəhyi kifayətdir. Sənə imkan yaradanlar, müsəlmanları mühakimə edənlər, hansımızın pis məkanda olacağını biləcəklər. Ey əzab, həmd edirsən əzablardan. Ölümdən asan nə var ki ağlayana? Görürsüz, Roma imperatoru nə eləyir? Mənimlə bu tərzdə danışan qadın onunla danışsaydı, onu çarmıxa çəkdirməyi sizcə əmr eləməzdimi? Səninlə çox dahilər söhbət edib. Mənsə məqamını alçaq tutub, rüsvaçılığını alqışlayıram və xəbərdarlığını rədd edirəm. Ancaq gözlər ağlayıb, sinələr odlanır. Rüsvay olmuş şeytana ibadət edib, Nəcib Allah bəndəsini öldürməyinə təəccüb edirəm. Əgər bizi qənimət hesab edirsənsə, buna görə cəzalandırılacaqsan. Elədiyin əməllərin nəticəsindən başqa heç nə görməyəcəksən. Allah bəndələrinə qarşı zalım deyil. And içirəm, səni göndərəcəm qardaşının yanına. Əmir, onu öldürsən hər şey alt üst olacaq. Cəmaat sənə qarşı çıxacaq. İşlər heç də sən istəyən kimi olmayacaq. Cəhənnəm olsun o. Onlara elə hiylə işlədərəm ki, heç bir padşahın riayətində belə olmaz. Sənin öhdəndə deyilik. İşlət hiyləni. Daha da çox çalış. Göstər cahilliyini. Yezid, and olsun Allaha. Bizi yaddaşlardan silə bilməyəcəksən. Vəhyimizi öldürə bilməyəcəksən. Düşündüklərin fəna olur. Günlərin qısalır. Qayıdışın başlayır. Vaxt olacaq, mələklər deyəcəklər, Allahın lənəti zalimlara aiddir. Kəsin onun səsini, Allah onun dilini kəssin, kəsin dilini. Sakitləş biraz bibi. Sən alimin başa düşmədiyini başa saldın. Əmir, onu mənə hədiyyə elə. Mən onu döyə-döyə gətirərəm sənin itayətindən. Yalandır, bunu nə sən, nə də sənin əmirin eləyə bilər. Mən eləyə bilərəm. Səni kimə istəsəm, ona da hədiyyə eləyərəm. And olsun Allaha. Bunu dinindən çıxıb başqa dini qəbul etsən, edə bilərsən. Artıq İslamdan çıxdığına şəkkim yoxdur. Bunu insanların qarşısında niyə etiraf eləmirsən? Dinindən çıxan sənin atandır, qardaşındır. Allahın və ata-babamın dini ilə hidayət oldun. Əlbəttə, əgər müsəlmansansa. Yalan deyirsən, Allahın düşməni. Allahın düşməni? And olsun Allaha. Zor gücü ilə seçilən əmirdən başqa bir şey deyilsən. Zülm edib hakimiyyətini qoruyursan. Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar. Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəlil edici əzab görəcəklər. Əzəmətli,
Uca Allah doğru buyurmuşdur. Bizə 6 xislət verilib və 7 xislətdə də şərəfləndirilmişik. Bizə elm, mülayimlik, bağışlamaq, gözəl nitq, şücaət və möminlərin qəlbinə bizə olan məhəbbət verilib. Seçilmiş Peyğəmbər Muhammed Mustafa bizdəndir. Dahi Siddiq Əliyyən Mürtəza bizdəndir. Cənnətdə 2 qanadı ilə mələklərlə bir yerdə pərvaz edən Cəffəri Təyyar bizdəndir. Allahın və Peyğəmbərin şiri Həmzə bizdəndir. Bu ümmət arasında Peyğəmbərin qız nəvələri İmam Həsən və İmam Hüseyn bizdəndir. Bu ümmətin Mehdisi bizdəndir. Ey cəmaat, mən Məkkənin və Minanın oğluyam. Zəmzəmin və Səfanın oğluyam. O insanın oğluyam ki, Kəbənin daşlarını çiynində daşıyıb. Mən ən yaxşı libas geyinənin oğluyam. Mən ən yaxşı çarığını hədiyyə edib, özü ayağı yalın gəzənin oğluyam. Mən ən yaxşı təvaf və səy edənin oğluyam. Mən ən yaxşı həcc edib, ləbbek deyənin oğluyam. Mən səmada buraq üstə danışanın oğluyam. Mən Məscid Hərəmdən Məscid Əqsaya gecə ikən aparılanın oğluyam. Mən Cəbrailin son mənzilədək yola saldığı insanın oğluyam. Mən Allahın vəh göndərdiyi insanın oğluyam. Mən Muhammed Mustafa'nın oğluyam. Mən Əliyyən Murtəzanın oğluyam. Mən yer üzündə bütün təkəbbürlü insanlara Allahdan başqa Allah olmadığını etiraf etdirənin oğluyam. Mən Peyğəmbərlərlə birlikdə 2 qılıncla döyüşənin, 2 ox atanın, 2 hicrət edənin, 2 dəfə beyyət edənin, Hüneyndə və Bədrədə döyüşən, bir göz qırpımı belə küf etməyənin oğluyam. Mən Cəbrail tərəfindən dəstəklənən, Mikail tərəfdən kömək olunanın oğluyam. Mən müsəlmanların namusunu qoruyanın oğluyam. Mən haqdan üz çevirənləri, münafiqləri və əhdinə xilaf çıxan düşmənləri öldürənin, möminlərin ilk dəfə İslamı qəbul edib, Allaha və onun Peyğəmbərinə iman gətirənin, müşriklərin qənimi, münafiqlərə atılan Allah oxunun, abidlərin hikməti, Allahın vəlisi, onun elminin varisi, səxavətli, bağışlayan, uca, sevilən, daim döyüşən, bütün bütləri sındıran, qəbilə təəssübkeşliyinə son qoyan, iplərin möhkəmi, imanında ən sabiti, əzəmətlilərin əvvəli, əhdinə sadiq qalan, döyüşə atılan şir, düşmən hücum edərkən onları meydanda əzən, döyüşdə darmadağın edən Ərəbistan şiri, İraq qoçu, Məkkəli, Mədinəli, Bədirli, Ühüdlü, əsli köklü olan, hicrət edən, ağası ərəbdən olan, səsi şir səsi, 2 məşhərin varisi, Həsən və Hüseynin atasının oğluyam. Budur, mənim babam Əli İbni Əbu Talib. Mən Fatmə-i Zəhranın oğluyam. Mən xanımlar xanımının oğluyam. Peyğəmbər nişanəsinin oğluyam. Mən qanına qəltan olmuş Kərbəla qurbanı. Bu başın sahibinin oğluyam. Artıq törətdiyin cinayətin cəzasını alırsan Yezid. Qışqır.
Nə qədər istəyirsən, artıq qışqırmaq vaxtı gəlib çatıb, qışqır. Yezid, and olsun Allaha. Bizi yaddaşlardan silə bilməyəcəksən, vəhyimizi öldürə bilməyəcəksən. Düşündüklərin fəna olur, günlərin qısalır, qayıdışın başlayır. Vaxt olacaq, mələklər deyəcəklər, Allahın lənəti zalimlara aiddir. Bu nə səsdir? Bu nə səsdir? Eşitmək istəmirəm! Kəsin hamının səsini! Kəsin! O Hüseynin qızıdır mənim ağam. Atasını istəyir. Atasını istəyir? Aparın! Atasının başını verin ona! Nə olub sizə? Axmaq kimi dayanmışsınız! Aparın qoyun görsün onu! Bırakın beni. Dokunmayın bana. Rüqəyi özünə alaq. Aman Allah! Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakim. Sıratal lezîne en'amte aleyhim. Gayril mağzubi aleyhim velezzalin. Əvvəl Zeynəbin, sonra da Əlinin dedikləri buralarda böyük bir təhlükə yaradıb. Sanki getdikcə qaynayan vulkana oxşayır. Mənim məqamım müsəlmanlar arasında heç oldu. Ar olsun sizə, ar olsun məsləhətinizə. İndi heç bir məsləhətiniz yoxdur.
İndi mən nə eləyə bilərəm? Məsləhət görərdim ki, onlar üçün bir ev ayır, orada yaşasınlar. Ümidvaram dediyimə əməl edəcəksən. Yaxşı olar. Onları Şamda çox saxlamayasınız ki, insanlar arasında bizi Biz insanlar arasında biabırçılıqdan uzaqlaşdırmaq üçün. Allahın salamı və bərəkəti olsun əmi evladlarına. Allahın salamı olsun hidayət olanlara. Əmi oğlu, üzünü məndən niyə döndərirsən? Nə istəyirsən? İstəyirəm elədiklərimin əvəzini ödəyim. Sənin kimilər nə verə bilər? Sən Allah yanında ən bədbəxt və ən pis insansan. Nə verəcəksən? Əgər iki müsəlman arasında zülm olarsa, zalimdan nə alınır? Zalimin yaxşı əməllərini ondan alıb məzluma verirlər. Vay o günə ki, sənin kimi zalimin yaxşı əməli olmaya. O zaman məzlumun pis əməllərini zalimin ayağına yazırlar. Allah sənə insaf versin əmi oğlu. Allah insaf versin. Allah ibn Mərcanə lənət eləsin ki, bizi bu həddə çatdırıb. Bilsəydim ki, o nə eləyəcək, özümün və balalarımın qanı bahasına atan Hüseyni qoruyardım. Artıq gecdi. Nəfsin sənə nə dedisə, ona da əməl elədin. Atamı və onunla olanları öldürdün. İndi nə istəyirsən? Doğrudan da səndə azacıq belə abırəyə yoxdur. Qardaşımı, ailəsini öldürüb, əvəzində mənə qızıl verirsən. Sənin kimi kafir, müşrik, şər insan görmədim. Bəs nə istəyirsiniz? Atamın başını və qadınlardan qarət etdiyinizi özlərinə qaytarmağınızı istəyirəm. Onların içində ata-anaların mirasları var. Məni öldürmək istəyirsənsə, o zaman ailəmi babam Peyğəmbərin yurduna göndər. O ki qaldı atanın başına, onu görməyəcəksən. Sizdən götürülən əşyalar da qaytarılmayacaq. Qadınları səndən başqa heç kəs aparmayacaq. Artıq bağışladım səni. Peyğəmbərin əhli beytini Yəsribə yola salmağa hazırlıq görün. Adımıza layiq. Əmir, əgər onları günorta göndərsən, onların ətrafına çoxlu insanlar toplaşacaq. Bəlkə də onlar həmin insanlardan sizə qarşı çıxmaqlarını tələb elədilər, Əmir. Onları gecə vaxtı yola salın ki, cəmaat görməsin. Ey Peyğəmbər övladı, nə əmr edirsən? Bizlə Kərbəlaya gedib, atamın qəbri üstə əhdimizi təzəliyə bilərsənmi? Allahdan diləyirəm ki, bizi sizin zülmünüzlə kəramətləndirsin. Artıq Allah İmam Hüseynin duasını qəbul edib, onları zalimların zülmü ilə kəramətləndirdi. Əgər Allah hər hansı bir qövmü cəzalandırarsa, bu zaman onun nəticəsi şiddətli və ağrılı olar. Uca və böyük Allah doğru deyib. Film 2008-ci ildə Halal studiyasında dublyaj edilmişdir.
Filmin dublajında iştirak etdilər. Xalidə Quliyeva, Firuz Xudaverdiyev, Sadıq İbrahimov, Rafael Dadaşov, Nürəddin Mehdixanlı, Şəfəq Əliyeva, Qurban İsmailov, Telman Əliyev, Eldar Aslan, Leyli Vəliyeva, Elşən Rüstəmov, Rəşid Səməndər, Elşən Çərxanlı, İlqar Cəhangirov və başqaları. Dublajın rejissoru Mahmənzər Məhəmməd Rəsul qızı, səs rejissoru Nigar Orxan qızı, montajçı Məlik Qasımov, inzibatçı Xeyrulla Zeynalov, dublajın direktoru Eldar Aslan. Diqqətinizə görə təşəkkür edirik. Allah amanın.